Nömrələrin daşınması niyə baş tutmadı? Baxın, elə bu sual Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də maraqlandırır. Əgər mobil operatorlar bu məsələdə ləngimələri yenə də davam etdirsələr, onda məsələ məhkəmə səviyyəsində qalxa bilər. Mobil nömrə daşıma xidmətinin avqust ayında fəaliyyətə başlayacağına dair vəd yenə yerinə yetirilmədi. Ötən ilin oktyabr ayından vətəndaşlara nömrə daşıma xidmətinin işə düşəcəyi ilə bağlı vəd verilsə də, hər dəfə hansısa problemə görə proses ləngidildi. Düzdür, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mexanizmin apreldə işə düşəcəyini bildirmişdi. Sonra müddət may, iyun və avqust aylarına qədər uzadıldı. Ancaq nömrə daşıma xidməti fəaliyyətə başlamadı. Bu dəfəki ləngimə isə mobil rabitə operatorlarının prosesi yubatması ilə əlaqələndirildi. Mobil nömrələrin daşınma sistemi avqustun 1-dən başlamalıydı, amma onun müəyyən texniki problemlərəcə yubanır. Amma hər halda hər bir yubanma gününə görə hər bir mobil operator məsuliyyət daşıyır. Əsassız olaraq əsasən o qoşulmanı prosesinin yubadılmasıdır. Əgər bu danışıqlar müvəqqətsiz başa bitsə, artıq paralel olaraq məhkəməyə müraciət də hazırlanır. Mobil rabitə operatorlarının hər üçündən aldığımız cavablar isə məzmunca təxminən eyni idi. Onlar nömrə daşıma xidmətinin fəaliyyətə başlamasına tam hazır olduqlarını bildirirlər. Artıq uzun müddətdir ki, Respublikada mobil nömrə daşıma xidmətinin tətbiqinə tam hazırdır. Bu layihənin gerçəkləşməsində müəyyən üçüncü tərəflər iştirak etdiyindən bütün tərəfdaşların son yoxlamalarından sonra layihə tam olaraq həyata keçiriləcək və biz əminik ki, müştərilər də, abunəçilər də bu sistemdən yetərincə faydalanacaqlar. Avqust ayının 1-də, yəni Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qeyd elədiyi tarixdə mobil nömrə daşınması prosesinə start verib. Sadəcə olaraq digər mobil operatorlar bu prosesə qoşulmadığı üçün faktiki olaraq biz mobil nömrə daşınması prosesini tamamilə yerinə yetirə bilmirik və ona görə də digər mobil operatorların prosesə başlamağını gözləyirik. Yeri gəlmişkən, mobil nömrə daşınması abunəçinin sahib olduğu mobil nömrənin istifadə etdiyi mobil operatorun şəbəkəsindən çıxararaq digər bir operatorun şəbəkəsinə keçirilməsi deməkdir. Bu zaman nömrənin önündəki kod və nömrə olduğu kimi saxlanılır. Digər ölkələrin təcrübəsi göstərir ki, nömrə daşıma xidməti işə salınan kimi minlərlə müştəri mobil operatoru tərk edərək digər mobil operatora keçir. Bu isə həmin şirkətə ziyan vurur. Ola bilər ki, yerli operatorlar da müştərilərini itirməkdən qorxurlar. Səbuh Turan, Vüqar Aslanoğlu, Tural Əzimov, ATV Xəbər.